bu videoda qalıq mövzusuna aid maraqlı bir sualın həllinə baxacağıq. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Elə isə keçək suala. Sualda deyilir ki, 3 üstü 100 ədədinin 7-yə bölünməsindən alınan qalığı tapın. Biz bu tip soruşulan qalıq məsələlərində belə yazırıq. Məsələn, 3 üstü 100-ün 7-yə bölünməsindən alınan qalıq deyəndə 3 üstü 100 müqayisəlidir x mod 7 yazırıq. Bu 3 üstü 100-ün 7-yə bölünməsindən alınan qalıqdır. Və deyirik ki, x bərabərdir suala. Göründüyü kimi 3 üstü 100 böyük bir ədəddir. Bunun 7-yə bölünməsindən alınan qalığı hesablamaqla almaq olmaz. Onda biz bunu daha sadə vəziyyətə gətirməliyik. Məsələn, 3 üstü 100-ə baxsaq, 100-ü 2 vurulsun 50 şəklində yaza bilərik, düzdür. 3 üstü 100-ü yazmaq olar, 3 üstü 2 vurulsun 50. Onu da bu şəkildə çevirmək olar, 3 üstü 2 üstü 50. Yəni 9 üstü 50. Bunun 7-yə bölünməsindən alınan qalığa baxsaq, müqayisəlidir. Biz bilirik ki, 9-un 7-yə bölünməsindən alınan qalıq 2-yə bərabərdir. Onda 9 üstü 50-nin əvəzinə 2 üstü 50 yaza bilərik. İndi 2 üstü 50-nin 7-yə bölünməsindən alınan qalığa baxmaq lazımdır. 2 üstü 50-ni necə yazmaq olar? 2 üstü 50-ni 2 üstü 3 vurulsun 16 üstəgəl 2 şəklində yazmaq olar. Bu da bərabər olacaq. Buradan davam edək. Bərabərdir 2 üstü 3 vurulsun 16 vurulsun 4-ə. Bu da bərabər olacaq. 2 üstü 3 vurulsun 16-nı yazmaq olar. 2-nin kubu üstü 16 şəklində vurulsun 4. Bərabər olacaq. 8 üstü 16 vurulsun 4-ə. Biz bilirik ki, 8-in 7-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdir. Mod 7-də 1 qalığını verir. Onda 8 üstü 16-nın əvəzinə 1 üstü 16 yazmaq olar. Müqayisəlidir. 1 üstü 16 vurulsun 4. 1-in istənilən natural üstü qüvvəti elə 1-in özünə bərabərdir. Onda bu ifadənin qiyməti də 4-ə bərabər olacaq. Deməli, 3 üstü 100-ün 7-yə bölünməsindən alınan qalıq 4-ə bərabərdir. Bu tip maraqlı videoların davamı üçün kanala abunə olub videoları bəyənməyi unutmayın və necə videoların gələcəyi ilə bağlı fikirlərinizi də şərhlərdə yazın. Sağ olun, salamat qalın.